Tarixdə heç vaxt olmayıb, İran ilkə imza atmaq istəyir. İnanılmaz senari. İran dünya bazarlarını ciddi enerji böhranı ilə hədələyib. Ölkənin hərbi rəhbərliyinin nümayəndəsi İbrahim Zolfaqari bildirib ki, regiondakı təhlükəsizlik vəziyyəti dəyişməzsə, neftin qiyməti bir barel üçün $200 qədər yüksələ bilər. Belə bir ssenarinin reallaşması mümkündürmü? Global Info azda danışan iqtisadçı Eldəniz Əmirov deyib ki, regionda baş verən hadisələr, xüsusilə də Hörmüz boğazı ətrafındakı gərginlik enerji sektorunda ciddi risklər yaradır. Bu səbəbdən təxirəsalınmaz tədbirlərin görülməsi zəruridir. Əgər belə addımlar atılmasa, neftin qiymətinin $200 qədər yüksəlməsi ehtimalı real görünür. Lakin ABŞ və onun müttəfiqlərinin bu prosesi nəzarətsiz buraxacağı gözlənilmir və bununla bağlı müəyyən qərarların qəbul ediləcəyi əvvəlcədən proqnozlaşdırılırdı. Bir müddət əvvəl bildirildi ki, artıq 32 ölkə strateji neft ehtiyatlarının bir hissəsini dünya bazarına çıxarmağı planlaşdırır. Söhbət ümumilikdə 400 milyon barel neftdən gedir ki, bu da kifayət qədər böyük həcmdir. Nəzərə almaq lazımdır ki, hazırda dünyada gündəlik neft tələbatı təxminən 103 milyon barel təşkil edir. Hörmüz boğazı vasitəsilə daşınan neft isə qlobal daşımaların təxminən 20%-nə bərabərdir. Bu da gündəlik olaraq təxminən 20-21 milyon barel neft deməkdir. İqtisadçı bildirib ki, belə bir şəraitdə bazara əlavə neft ehtiyatlarının çıxarılması daşınmada yaranan risklərin təsirini müəyyən qədər azalda bilər. Əgər 400 milyon barel strateji ehtiyat mərhələli şəkildə bazara çıxarılsa, bu təxminən 20 gün ərzində Hörmüz boğazı istiqamətində yarana biləcək çatışmazlığı qismən kompensasiya etməyə imkan verəcək. Beləliklə, neft qiymətlərinin $200 qədər yüksəlməsi ehtimalı xeyli azalacaq və enerji təhlükəsizliyi ilə bağlı yaranmış risklər qısa müddət üçündə olsa müəyyən dərəcədə sığortalanmış olacaq. Qeyd edək ki, dünya bazarında neftin ən yüksək qiyməti 2008-ci ildə təxminən $147 barel olub. Sonrakı illərdə müxtəlif böhranlar zamanı qiymət çox qalxsa da, məsələn 2022 və 2026-da $200 səviyyəsinə çatmayıb. Yeni cəbhə, İran gizli hücrələri hərəkətə keçirə bilər. İranın yeni dini lideri Müctəba Xameni xalqa ilk müraciətində ABŞ və İsrailə qarşı yeni cəbhələrin açılacağının anonsunu verdi. Bildirdi ki, düşmənin az təcrübəyə malik olduğu və xüsusilə həssas olduğu bölgələrdə digər cəbhələrin açılması ilə bağlı araşdırmalar aparılıb, müharibə vəziyyəti davam edərsə və məqsədə uyğun hesab olunarsa, həmin cəbhələr aktivləşdirilə bilər. ABŞ və İsrailə qarşı İranın mümkün yeni cəbhəsi proksi qüvvələrini, Hizbullah, Husilər, İraqdakı milis qüvvələri və əs aktivləşdirməkdir. İndiyə qədər proksi qüvvələr müəyyən addımlar atsa da, prosesə tam həcmli qoşulduqları müşahidə edilmir. Müharibənin gedişatında bu qüvvələrin müharibəyə total şəkildə daxil olacağı istisna deyil. Lakin proksi qüvvələr ənənəvi cəbhədir. Müctəba Xameni isə ABŞ və İsrailin gözləmədiyi və həssas bölgələrdən hücuma keçəcəkləri xəbərdarlığını edir. İranın yeni cəbhənin açılması addımları ilə bağlı müəyyən təxminlər irəli sürmək mümkündür. Regionda və İranın təsir imkanlarının olduğu ölkələrdə ABŞ və İsrail səfirliklərinə, eləcə də bu ölkələrin vətəndaşlarına kütləvi hücumların edilməsi. 2. ABŞ daxilində qisas əməliyyatlarının keçirilməsi. FTB daha öncə mümkün risklərlə bağlı xəbərdarlıq etmişdi, az ehtimal olsa da. ABŞ sahillərinə yaxın ərazidəki gəmilərdən Kaliforniyaya dron hücumları qiymətləndirilir. 3. İranın inqilab ixracı coğrafiyası kimi gördüyü ölkələrdə gizli hücrələrin hərəkətə gətirilməsi. Bununla yanaşı, bölgədəki ABŞ bazalarına zərbələr və proksi qüvvələrin ənənəvi hücumları da davam etdiriləcək. Hərçənd, İran raket ehtiyatlarının tükənməsi fonunda yer hücumları, bazaların yerləşdiyi ölkələrdəki qruplar vasitəsilə mərhələsinə keçid edilə bilər. Tehran qonşu ölkələrə hücumları dayandırdığını elan etmişdi. Bu ssenari isə müharibənin regiona yayılması taktikasında növbəti mərhələ ola bilər.